Salam dəyərli izləyicilər. Cəlil Şirəliyevin test toplusundan belə bir suala qarşınızdayıq. Bildiyimiz kimi yağıntıların 3 növü var. Konvektiv yağıntılar, orografik yağıntılar, bir də frontal yağıntılar. Konvektiv yağıntılar bildiyimiz kimi ekvatorial iqlim qurşağında mövcud olan yağıntılardır. Bu da havanın yuxarı qalxaraq soyuması nəticəsində yağan yağıntılardır. Orografik yağıntılar əsasən dağlıq ərazilərdə olur və dağlıq ərazidə rütubətin yuxarı qalxma, yamac boyu yuxarı qalxaraq soyuması nəticəsində yaranır. Frontal yağıntılar da iki fərqli rütubətə və yaxud temperatura malik havaların təmasından yaranır və bunlara uyğun variantlara baxaq. Deyir A variantında temperatur və rütubət baxımından bir-biri ilə kəskin fərqlənən hava kütlələrinin təmas zonasında formalaşır. Bəli, bunu dedik ki, bu frontal yağıntılara aiddir və mülayim iqlim qurşağında formalaşır. Dağın yamacı boyu yüksələn rütubətli havanın soyuması nəticəsində formalaşır. Bu da orografik yağıntılara aiddir. Bu da dağlıq ərazilərdə, dağ ətəyi ərazilərdə formalaşır. Qızaraq yüksələn havanın soyuması nəticəsində formalaşır. Bu da ekvatorial ərazilərdə olan konvektiv yağıntılardır. Deyir, əsasən mülayim iqlim qurşağı üçün səciyyəvidir. Bəli, mülayim iqlim qurşağı üçün səciyyəvi olan yağıntılar frontal yağıntılar. Ekvatorial enliklər üçün səciyyəvi olanlar gedəcək konvektiv yağıntılara və C-Rapunçi məntəqəsi, yəni dağ ətəyi ərazilər üçün səciyyəvi olan da gedəcək ikinci orografik yağıntılara. Deməli, 1-ə CY, 2-ə BF, 3-ə AD. Düzgün cavabımız A variantı. 54-cü suala baxaq. Küləklər verilir və küləklərə əsdiyi əraziləri tapmalıyıq. Madeira adası, Azor adası, bunlar bildiyimiz kimi əsasən qərb küləklərinin hakim olduğu ərazilərdir. Yəni qərb küləkləri tropik enliklərdən mülayim enliklərə doğru əsən küləklərdir. Anju, Banks adası, bunlar şimal subarktik iqlim qurşağında yerləşir və qütb küləkləri hakimdir burada. B gedir qütb küləklərinə. Sokotra adası və Müqəddəs Yelena adası, bunlarda passat küləkləri 30 dərəcə enliklər arasında yerləşdiyinə görə passat küləkləri hakim olacaq. Demiş kimi passat küləkləri 30 dərəcəlik enliklərdən ekvatora doğru hərəkət edən küləklərdir. Devon və Pari adaları, bunlar Kanada Arktika arxipelagında yerləşən adalardır və ona görə də burada qərb küləkləri üstünlük təşkil edəcək. Kerguelen və İrlandiya adaları isə mülayim iqlim qurşağında yerləşir. Burada qərb küləkləri üzr istəyirəm, burada qütb küləkləri, onu səhv qeyd etdik. Burada qütb küləkləri. Kerguelen İrlandiya adasında isə mülayim iqlim qurşağında yerləşdiyinə görə qərb küləkləri hakim olacaq. Deməli 1-ə C, 2-ə AY, 3-ə BD. 1-ə C, 2-ə AY, 3-ə BD A variantı. Növbəti sual 55-ci suala baxaq. Deyir, verilən adalarda illik yağıntının miqdarını azalma ardıcılığı ilə düzün. Bildiyimiz kimi azalma ardıcılığı deyirsə, ilk öncə ən çox yağıntıdan ən az yağıntıya gedirik. Bildiyimiz kimi ən çox yağıntı alan ada Havay adalardır. 12.000 millimetrə qədər yağıntı düşür. İkinci, Luson adasını götürərək ekvatorial ərazidə yerləşdiyinə görə. Dördüncü, mülayim iqlim qurşağında yerləşən Siciliya adası və subarktik iqlim qurşağında yerləşən Spitsbergen adası da dördüncü götürərək. Deməli, 2, 1, 4, 3. Burada da cavabımız A variantı. Növbəti sualımız 82-ci sualdır. Deməli, bu sualda buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin çox olduğu və az olduğu əraziləri müəyyən edəcək. Onu qeyd edək ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər əsasən quraq ərazilərdir, kontinental ərazilərdir. Fərqin az olduğu ərazilər isə rütubətli ərazilərdir. İsti və rütubətli ərazilər. Məsələn, Böyük Hövzə yayləsi bildiyimiz kimi quraq ərazidir, kontinental ərazidir. Ona görə burada fərq çox olacaq. Konqo hövzəsi də ekvatorial ərazidə yerləşir və həm istilik, həm də rütubətin miqdarı boldur. Ona görə birinci variantımız düzdür. Sumatra adası ekvatorial iqlim qurşağında yerləşir. Ona görə bu fərq az olacaq. Təkləməkan səhrasında da fərq çox olacaq. Burada aza verilib. Hər ikisi səhvdir. Ona görə 2-ni götürmürük. Atakama səhrası dünyanın ən quraq yeridir. Həmçinin sahilindən soyuq cərəyan keçir və bu fərq çox olacaq. Düzgün verilib. Amazon ovalığı da dünyanın ən isti və rütubətli yerlərindən biridir. Ona görə 3-cü variantda doğru olaraq götürürük. Alyaska yarımadası bildiyim kimi mülayim dəniz iqlimində yerləşir. Ona görə fərq az olacaq. Götürmürük. Jutlandiya yarımadasında mülayim dənizdə yerləşir. Fərq az olacaq. Düz verilib, amma Alyaskaya görə bu variantda səhvdir. Nollarbor düzənliyi quraq ərazidə yerləşir. Cənubundan soyuq okean cərəyanı keçir. Ona görə doğru ifadədir. Amma Mesopotamiya ovalığının cənubu tropik quraqda, şimali isə subtropik kontinentalda yerləşir. Ona görə bu variantı götürmürük. Turan ovalığı bildiyimiz kimi Mərkəzi Asiyada kontinental iqlimdə yerləşir. Ona görə düzgün verilib. Fərq çoxdur. Qərbi Sibir ovalığı da mülayim iqlim qurşağında yerləşir. Fərq azdır. Bu da düzgün verilib. Altını da götürəcək. Buna uyğun olaraq 1, 3, 6 doğru cavab A variantı.